Dünya tək-tənha yaşanılacaq bir yer deyil. Var olmaq, yaşamaq və inkişaf etmək üçün ətrafımızdakı insanlarla ünsiyyət qurmağımız ən əsas vəzifələrimizdən biridir. Belə olduğu təqdirdə bir ömür boyu qarşımıza çıxa biləcək insan tiplərini tanımaq da hər birimiz üçün maraqlı olmalıdır. Odur ki, başlayaq. Birinci kateqoriyaya daxil olan insanlar dəstək olanlardır. Bir xəyal meydana gəldiyi andan etibarən eyni ilə körpə uşaq kimi qayğıya möhtacdır. Kimlərinsə onun inkişafına dəstək verməsinə ehtiyac duyar. Bu insanlar həqiqətən çox önəmli insanlardır. Biz onlara çox zaman həyat yoldaşı, övlad, ata-ana, qardaş-bacı və ya dost-tanış deyirik. Onlar xəyallarımızı heç bezmədən dinləyər, öz görüşlərinə görə və imkanları daxilində dəstək olmağa çalışarlar. Bəzən 4-5 yaşındakı oğlunuz belə ən önəmli xəyallarınızdan birini reallaşdırmaq üçün sizə motivasiya qaynağı ola bilər. İkinci kateqoriyada olan insanlar. Bunlar mane olanlardır. Bunlar hər zaman xəyallarınızın qarşısına bir maneə qoymaq istəyərlər. Bəzən istəyərək, bəzən də istəməyərək bunu edərlər. Əslində, mane olmağa çalışan bu tiplər sizin daha da prinsipial olmağınıza, gücünüzü toplayıb yenidən başlamağınıza imkan yaradan enerjinizin çoxalmasına səbəb olarlar. Onlar sizə mane olmaq istədikləri halda bu yolda daha da mətin addımlarla addımlamağınıza səbəb olduqlarını çox gec anlayarlar. Bilərəkdən sizə mane olmaq istəyənlər ümumiyyətlə sizin xəyallarınızı qısqanan, o xəyallara çatmaq üçün enerji və ya həvəsləri olmayanlardır. Üçüncü kateqoriyada olan insanlar isə önünüzü açanlardır. Bunlar yoldakı qarları təmizləyən ağır texnika kimidir. Çox zaman sizi sevdikləri ya da xəyalınıza çatmaq üçün nə qədər çox çalışdığınızı görüb, həyatınızı asanlaşdırmaq istədikləri üçün yer üzünə enmiş mələklərdir bu insanlar. Onlar bunu bəzən fərqində olmadan, bəzən də fərqində olaraq edərlər. Sizin üçün uyğun olanı xəbəriniz olmadan da etməyə çalışarlar. Çətin və bir o qədər də xoşa gələn hal isə sizin önünüzü açan bu insanlara heç gözləmədikləri anda təşəkkür etməyinizdir. Siyahının 4-cü pilləsində olan insanlar isə sizə ilham verənlərdir. Bu çox qəribə bir kateqoriyadır. Hər an, hər yerdə ola bilər bu insanlar. Bunlar həyatın hər anına qarışmış və sizinlə istənilən an qarşılaşa bilən insanlardır. Məsələn, siz orta məktəbdə son siniflərdə oxuyursunuz və avtobus dayanacağında dayanıb, o anda universitet üçün hansı ixtisası seçəcəyiniz haqda fikirləşərkən, tibb universitetindən çıxan ağ önlüklü, gələcəyin həkimi olacaq bir gənc sizin həkim olmağınıza ilham qaynağı ola bilər. Bəzən də sevgi və həvəslə öz işini yaxşı görən, duyğu və ritmini sizə göstərən bir dönər satıcısı sizin kumrinizə çevrilər. İşin çətin tərəfi isə bir daha geri qayıdıb onlara təşəkkür etmə imkanınızın olmamasıdır. Bu ilhama qarşı edəcəyiniz yeganə şey sizin də başqalarına ilham verməyinizdir. Zəncir ancaq bu şəkildə qopmadan davam edər. 5-ci, sizinlə eyni xəyalı yaşayanlardır. Bu insanlar yol yoldaşlarınızdır. Xəyallara gedən yollar çox zaman uzun və çətinliklərlə doludur. Bu yolçuluq tək başına çıxılmayacaq qədər enişli yoxuşlu ola bilər. Sizinlə eyni xəyala sahib olanlar yolda yaralandığınız zaman sizə ilk yardımı göstərən və yaralarınızı saran insanlardır. Təbii ki, sizin də onlara. Bu insan və insanlar eyni xəyalı paylaşdıqları üçün bir-birlərinə yaxşı gündə də, pis gündə də dayaq olarlar. Bunun qarşılığında xəyallarını eyni istək və coşqu ilə paylaşmaq istəyərlər. Şəxsi həyatınızda belə bir insan yoxdursa, dərhal tapmağa çalışın. İşlədiyiniz işdə yoxdursa, ya işə götürün, ya da onun yanında işə başlayın. Siyahımızda 6-cı yerdə olanlar isə siz və sizi siz edən xüsusiyyətlərinizdir. Bu kateqoriya özü də çox maraqlıdır. İnsan hər şeyin başlanğıcı öz beyni olmasına baxmayaraq nə özünə, nə də onu
o edən xüsusiyyətlərinə əhəmiyyət verməz. Ən çətin anlarda belə əhvalının necə yüksək tutduğunu, necə əsla geri durmadığını hər zaman unudar. Xatırlamaq üçün güzgüyə və keçmişinə baxması lazım gələ bilər. Çətin şərtlər altında xəyalını gerçəkləşdirmək üçün göstərdiyi səyin, ona öyrətdiklərini arada bir xatırlaması ruhuna, bədəninə yaxşı təsir bağışlayar. Bəzən tək qalıb düşünərək, bəzən də güzgüyə baxıb gülümsəyərək. Əminəm ki, hər biriniz öz xəyallarınızı gerçəkləşdirərkən qarşılaşdığınız bu 6 növ insanı düşünməyə başladınız. Sizdən xahişim odur ki, ilk ağlınıza gələnlərdən bir telefon zəngini və könüldən edilən bir təşəkkürü əsirgəməyin. Siz bu anda, bu iş üçün axtarılsaydınız, necə də xoşbəxt olacağınızı düşünün məncə. Xəyallarınızı heç vaxt buraxmayın. Kiçik, böyük, bütün xəyallar həyatın dadıdır, rəngidir. Çata bilsək də, çata bilməsək də. Unutmayın, bəzən axtarmaq xoşbəxtlikdir, əldə etmək yox. Son olaraq, dostu Allah olanın dünya düşməni olsa da bütün xəyallarına çatması mümkündür. Dəyişdirə bilməyəcəyiniz bir keçmiş geridə durarkən, şəkilləndirib sahib ola biləcəyiniz bir gələcək sizi gözləyir. Sağ olun, sağlıqla qalın.